Tək və cəm isimlər, toplu isimlər. Bu qaydanı səhifəmdə paylaşmışam. Zəhmət olmasa onu izləyərsiniz. Ondan sonra tapşırıqlara gəlib baxarsınız. 6-nın A bəndi. 6-nın A bəndində deyir cümlələrin tərkibindəki isimləri seçin. Onların tək və ya cəmdə işləndiyini qeyd edin. Baxaq, qeyd eləyək 6-nın A bəndi. Birinci cümlədə olacaq şagirdlər sözü. İkinci orada 2 dənə isim var. Biri də olacaq tapşırıqları sözü. İkinci cümlədə olacaq ağacın və yarpaqları sözü. Üçüncü cümlədə olacaq çəmənlikdə. Biri olacaq kəpənəklər. Bir də olacaq böcəklər. Dördüncü cümlədə isə olacaq otağa sözü. Meh sözü. Xoş ovqat yaratmaq da. Bir yerdə götürürük, onu ayırmayaq. Şagirdlər sözü, larlər. Şagird deyəndə təkdən söhbət gedir. Amma şagirdlər deyəndə bir çox şagirddən söhbət getdiyi üçün deməli bu söz olacaq cəmdə. Tapşırıq sözü də təkdədir. Tapşırıqları sözü isə olacaq cəmdə. Ağac sözü tək ağacdan söhbət gedir. Məsələn, ağacın budağı. Bir ağacın budağından söhbət gedir. Deməli bu olacaq tək isim. Yarpaqları isə deyəndə həddən artıq çox yarpaqdan söhbət gedir. Məsələn, bir ağacın üstündə belə deyək də yüzlərlə yarpaq ola bilər. Ona görə də bu olacaq cəmdə. Çəmənlik sözü təkdədir. Cəm şəkilçisi larlərdir. Larlər varsa deməli cəmdədir. Yoxdursa deməli cəmdə deyil. Kəpənəklər. Kəpənək deyəndə bir kəpənəkdən söhbət gedir. Amma kəpənəklər deyəndə çoxlu kəpənəkdən söhbət gedir. Böcəklər sözü də eyni qaydada olacaq cəmdə. Otaq sözü təkdədir. Meh sözü də o da təkdədir. Baxaq o bir tapşırığa. Hansı isimlər cəm şəkilçisi qəbul edə bilmir? Müəllim, şagird sözü qəbul edə bilir. Şagird, şagirdlər. Müəllimlik, müəllimliklər demək olmur. Deməli biri olacaq. Qeyd eləyək 6-nın B bəndi. Biri olacaq müəllimlik sözü. Xəyal, xəyallar olar, qəbul edir. Amma riyaziyyat qəbul edə bilmir. Riyaziyyatlar demək olmaz axı. Hekayə, hekayələr demək olar. Hərf, hərflər demək olar. Usta, ustalar demək olar. Yarpaq, yarpaqlar demək olar. Amma həkimlik, həkimliklər demək olmaz. Qaymaq, qaymaqlar demək olar. Onu yazmırıq, otlar demək olar. Sədaqət sözü isə sədaqətlər demək olmaz. Mətin, mətinlər demək olar. Amma səadət demək olmaz. Daha doğrusu səadətlər demək olmaz. Məsuliyyət, məsuliyyətlər demək olmaz. Qaralma saldım. Dağlar demək olar, yollar demək olar, ağaclar demək olar. Deməli 6-nın B bəndindəki tapşırığa əsasən biz öyrəndik ki, heç də bütün isimlər cəm şəkilçisi qəbul edə bilmir. Cəm şəkilçisi o isimlər qəbul edir ki, o isimlərdən 2 və daha artıqdır. Yəni ətrafımızda ağac görürüksə, bir ağac varsa 2-3 ağac da görə bilərik və yaxud dağ varsa bir neçə dağ görə bilərik. Amma elə mücərrəd anlayışlar var ki, onlardan bir dənədir və onları cəmləndirmək olmaz. Məsələn, elə mücərrəd anlayış var, onları cəmləşdirmək olar, cəmləndirmək olar. Məsələn, arzular demək olar, sevinclər demək olar, xəyallar demək olar. Amma elə mücərrəd anlayışlar var ki, onları cəmləndirmək olmaz. Məsələn, riyaziyyat sözü özü mücərrəd anlayışdır, onu cəmləndirə bilmirik. Və yaxud müəllimlik sözü özü mücərrəd anlayışdır, onu cəmləndirə bilmirik. Belə nümunələrdə diqqətli olmaq lazımdır. Deməli 6-nın C bəndi. 6-nın C bəndində deyir,
Verilmiş cümlələrdən hansı isimlər cəm şəkilçisi qəbul etməsə də çoxluq bildirir? Deməli, burada toplu isimlərdən söhbət gedir. Toplu isimlər cəm şəkilçisi qəbul eləməsələr də cəmli anlayışı olan sözlərdir. Məsələn, qoşun deyirik, ordu deyirik, xalq deyirik, millət deyirik. Xalq deyəndə bilirik ki, düzdür, xalq sözü özü təkdə hesab olunur. Amma onun belə deyək, leksik mənasına nəzər salsaq, görürük, tutaq ki, Azərbaycan xalqı deyirik ya. Azərbaycan xalqı deyəndə nə nəzərdə tutulur? Azərbaycanda yaşayan bütün insanlar nəzərdə tutulur da, düzdür? Və yaxud Ukrayna xalqı. Ukrayna xalqı deyəndə Ukraynada yaşayan nə qədər Ukraynalılar varsa, hamısı nəzərdə tutulur. Deməli, xalq sözüdür, millət sözüdür, qoşundur, sürüdür, ilxıdır, naxırdır, cəmaatdır, əhalidir. Bu tipli bəzi sözlər cəm şəkilçisi qəbul eləməsə də cəmli anlayışı var onlarda. İlxıda bir-birindən gözəl atlar var idi. İlxı nədir? Atlar sürüsü, atlar topası. Deməli, birinci cümlədə ilxı sözü çoxluq bildirir. 2. Çoban sürünü yaylağa apardı. Çoban təkdədir. Sürü deyəndə isə burada mal-qara, çoxlu mal-qaradan söhbət getdiyi üçün, deməli sürü sözü özündə də cəmli anlayışı bildirir. İkinci cümlədə sürü sözünü yazırıq. Üçüncü cümlə, el bir olsa dağ oynadar yerindən. El, yəni insanlar. İnsanlar bir olsa, insanlar sözün el sözü ilə əvəz eləmişik. Deməli, burada el sözü necə isimdir? Toplu isimdir. Dördüncü cümlədə, düşmən qoşunu geri çəkilməyə başladı. Qoşun deyəndə düşmənə aid içində çoxlu əsgərlər nəzərdə tutulur. Deməli, qoşun sözü burada necə isim olacaq? Toplu isim olacaq. Altının C bəndi. Deyir, cərgədəki toplu ismi müəyyən edin. Kitab təkdədir, şagird təkdədir, çanta da təkdədir, xalq amma cəmdədir. Cəmdə deyil, sadəcə cəmli anlayışı var tərkibində, toplu isimdir. Deməli, birincidə olacaq C, xalq sözü. 2. Əhali. Usta sözü təkdədir, mahnı sözü də təkdədir, həkim sözü də. Amma əhali deyəndə kənd əhalisi məsələn və yaxud rayon əhalisi deyəndə rayonda yaşayan bütün insanlar nəzərdə tutulur. Kənddə yaşayan bütün insanlar nəzərdə tutulur. Deməli, burada çox insandan söhbət gedir. 2-də də olacaq A bəndi əhali sözü. 3-də qələm sözü təkdədir, dibçək sözü də təkdədir, meşə sözü də təkdədir. Amma naxır deyəndə naxıra, məsələn, mal-qaranı naxıra yola saldım. Mal-qara, çoxlu mal-qara olan yer, buna daha doğrusu çoxlu mal-qara olan mal-qara sürüsü, mal-qara topasına deyilir naxır. Ona görə də burada naxır sözü olacaq toplu isim. Axırıncı tapşırığa baxaq. Axırıncı tapşırıqda deyir, uyğunluğu müəyyən edin. Uyğunluq belə olacaq. Naxır inəklərin çox olduğu yerə deyilir. Deməli, 1-ə uyğun gələcək C bəndi. Koloniya deyəndə qarışqa. Hansı ki, görürsən, bir yerdə çoxlu qarışqa topası var. Ona nə deyilir? Deməli, koloniya deyilir. 2-yə C bəndi uyğun gələcək. Sürü sözü qoyun sözünə uyğun gələcək. Məsələn, qoyun sürüsü. İlxı sözü isə at sözünə uyğun gələcək.